Salam, hər birinizi xoş gördük, əziz həmkarlarım və riyaziyyatla daha dərindən maraqlanan şagirdlər. Bu, mənim kanalda ilk videomdur. Sizinlə bəzi həndəsə məsələlərini və onların həllini bölüşəcəm. Həlləri ənənəvi üsullarla deyil, qeyri-standart üsullarla, yəni yaradıcı üsullarla həll etməyə çalışacağam. Belə bir suala baxaq. Bizə ABC bərabər tərəfli üçbucağı verilib. Bucaq DBY 60 dərəcədir. BY bərabərdir 2YC-yə. Yəni biz YC-yə K desək, BY 2K olmuş olar. Bizdən BD parçasının DA-ya nisbəti soruşulur. Verilənləri qeyd edək. Burada C bucağı da 60 dərəcədir. Və BC əgər 3K oldusa, onda AB də 3K olar. AC də 3K olar, çünki bərabər tərəfli üçbucaqdır. Baxın, biz bu bucağa alfa desək, onda bu bucaq da 60 çıxılsın alfa olar. İndi burada bərabər tərəfli üçbucaq yaradacağım. Elə bir üçbucaq ki, bu 60 dərəcəli bucaq onun bir bucağı olmuş olsun. O üçbucağı bax buradan bu şəkildə qurdum. Bura bir F nöqtəsi deyək. Bərabər tərəfli qurmuşamsa, onda B bucağı 60 dərəcə olmalıdır. Əgər o 60-dırsa, onda bax burada qalan bucaq da alfa olar. Bu bərabər tərəfli olduğunu qeyd eləyək. Bura A-dırsa, BF, onda BD də A-dır. Onu da qeyd eləyək. F ilə C nöqtəsini birləşdirək. Burada bax bu bucaq da 60 dərəcə olur, çünki biz üçbucağı bərabər tərəfli olaraq qurmuşuq. İndi fikir verin. BAD üçbucağına. Baxın, BAD üçbucağı və BCF üçbucağı. Bu üçbucaqlar kongruentdir. Tərəf bucaq tərəf əlamətinə görə. Və AB tərəfi BC-yə bərabərdir. Sonra BD BF-ə bərabərdir və onlar arasındakı bucaq da alfadır. Üçbucaqlar kongruentdir. Onda belə çıxır ki, FC parçası ilə AD parçası da bir-birinə bərabər olmuş olar. Bura bir C desək, onda bu parçada C olar. Bir də şəklə nəzər salanda görərik ki, baxın, burada 60 dərəcəli bucaq yaratmışıq. Bu C bucağı da 60 dərəcə idi. Belə olan şəkildə, məsələn, onu mən burada ayrıca çəkeyim. Yox. Ayrıca burada çəkdim. Baxın, bu C nöqtəsidirsə, bu F nöqtəsidirsə, bu B-dir, bu A-dır. Bu şəkildə bizim məsələmizdə bunların hər ikisi 60 dərəcədir. Başqa bucaq da ola bilərdi. Bu şəkildə bu fiqurun xaricindən çevrə çəkmək olar. O çevrədə, baxın, buradan çevrə keçər. Çünki hər ikisi burada AB qövsünə söykənmiş olur. F bucağı ilə C bucağı. Ona görə bu dörd bucaqlının xaricindən çevrə keçər. O çevrəni çəkək. Deməli, ABFC dörd bucaqlısının xaricindən çevrə keçdi. Əlim o qədər də alışmayıb burada işləməyə, bu tam B nöqtəsinin üzərindən keçirdə bilmədim, üzrlü sayın. Deməli, fikir verin, burada F bucağı da, C bucağı da hər ikisi AB qövsünə söykəndi. Bu çevrəni niyə keçirdim? İndi baxın, burada B bucağı da ABC bucağı 60 dərəcə olduğuna görə, onu bax burada qeyd edək, o 60 dərəcə olduğuna görə o bucaq AC qövsünə söykənir, axı bu qövsə söykənir. Onda bax burada yaranan AFC bucağı da 60 dərəcə olar, eyni qövsə söykənən bucaqlar olduğuna görə. İndi burada nəyi görürük? Deməli, BCF üçbucağına nəzər salaq. Bu üçbucaqda FY parçası bu üçbucağın F təpəsindən keçən tənbölənidir. Tənbölənin xassəsindən də burada istifadə eləyəcəyik. İndi bizdən nə soruşulurdu? BD-nin DA-ya nisbəti bərabərdir. BD, əgər BD haraydı? BD. Biz BD-yə A demişik də. BD
BF-ə bərabər idisə, onda mən BD-nin yerinə BF yaza bilərəm. BF yaza bilərəm. Əgər DA da FC-yə bərabər idisə, hər ikisinə C yazmışıq. Onda DA-nın da yerinə FC yaza bilərəm. Tənbələnin xassəsindən istifadə eləyək indi. Bu BCF üçbucağında, BCF üçbucağında BE tənbülən olduğuna görə bu zaman BF-in FC-yə nisbəti bərabər olar BY-nin YC-yə nisbətinə. O da bərabərdir 2K böl K. Bu da eləyir 2. Deməli, biz məsələni həll etdik. Hansı üsulla, neynədik? Bərabər tərəfli üçbucaq qurduq. Sonra konqruent üçbucaqlardan istifadə elədik. Çevrədən istifadə elədik və tənbələnin xassəsindən istifadə eləyərək məsələni həll elədik. Əgər bəyəndinizsə, sizə faydalı oldusa, bəyənib paylaşa bilərsiniz. Əvvəlcədən təşəkkür edirəm.